Şəhid İslamov Daşqın Alikoğlu 1993-cü il iyunun 11-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. O, öz sağlamlığı naminə idmanla məşğul olardı. Daşqın boş vaxtlarında kitab mütaliə etmək xoşlayardı. Onun ən böyük arzusu övladlarının ali təhsilli, insanlara faydalı bir şəxsiyyət kimi yetişməsi idi. Onu başqalarından fərqləndirən əsas xüsusiyyəti çox mehriban və sakit təbiətli biri olması idi. Olduqca ailəcanlı və dostcanlı, böyük-kiçik yeri bilən biri idi. Daşqın həm də olduqca xeyirxah biri idi. Etdiyi yaxşılıqları isə hər kəsdən gizli saxlayardı. Namazlarını məsciddə qılmağı, orada məclislərdə iştirak edərək moizələrə qulaq asmağı sevərdi. O, dizayn işləri ilə məşğul olub. Halal ruzi qazanan, zəhmətkeş insan olub. Daşqın, şəhid Mübariz İbrahimovu özü üçün nümunəvi qəhrəman kimi seçmişdi. 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsinə könüllü olaraq qatılmış və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. O, oktyabrın 29-da Hadrut döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunun Poladtuğay kəndində dəfn olunub. Evli idi. 2 oğlu yadigar qalıb. Vətən uğrunda və Xocavəndin, Cəbrailin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir.